Salam dostlar. Bugünkü dərsimiz Countdown Timer. Countdown Timer nədir və necə istifadə olunur? Countdown Timer hazır yaranmış Android tərəfindən bir klassdır. Lakin bu klasslar abstrakt klasslardır, yəni mücərrəd klasslardır. Biz bundan istifadə edən zaman ilk öncə bunun obyektini digər klasslar kimi çağıra bilmirik. Bunun digərlərindən fərqli olaraq içərisində hazır metodlar olur. Countdown Timer'in əsas iş prinsipi ondan ibarətdir ki, Android sistemlərdə müəyyən bir müddət ərzində geri sayım üçün nəzərdə tutulmuş bir klassdır. Yəni məsələn biz test proqramı yazanda və yaxud oyun proqramı yazanda orada ekranda bizdə geri sayımlar olur. 10, 9, 8. Bax həmin iş prinsipini bu metod icra edir. Countdown Timer'in içərisində isə hazır iki metoddan istifadə edilir ki, biz bu metodları istifadə edərək onun içərisindəki saniyələri, zamanı yaza bilir, qeyd edə bilirik. Və həmin qeyd etdiyimiz zaman çərçivəsində də əməliyyatımızı icra edirik. Məsələn, tutalım ki, biz hər hansı bir zaman qoyuruq və sonunda da biz finish düyməsindən istifadə edirik. Baxın, iki hazır metod var. OnTick və OnFinish. OnTickdə biz zaman çərçivəsini yazırıq, OnFinishdə isə artıq bitdikdən sonra bizdə nə əməliyyat icra olunmalıdır, onu qeyd edirik. Bunu etmək üçün ilk öncə biz Activity Layout'da biz həmin dizayn hissəsini qururuq. Mən bunu hazır vəziyyətdə edirəm ki, zamanımızı çoxalmasın. Yəni bunu etmək üçün sadə olaraq bir dənə text view, iki dənə də butondan istifadə elədik. Və hər bir butonun içərisində də onClick metodu atdıq ki, biz burada həmin onClick metodu vasitəsilə, məsələn, start etdikdə həmin saniyədə başlayacaq, stop etdikdə isə həmin vaxt öz işini bitirmiş olacaq. Bunu etmək üçün ilk öncə biz bu metodu istənilən funksiya içərisində çağırıb istifadə etmək üçün bildiyiniz kimi main activity klassının altında yazmalıyıq. Necə ki binding'i biz yazırdıq, eyni prinsipdə də biz həmin bu metodu da yazacağıq ki, istənilən skop içərisində bunu çağıra bilək. Yəni burada qeyd olunan, bax bu skopun içərisində istənilən bir yerdə çağırıb istifadə etmək olsun. İlk öncə mən bunu məsələn yazıram Countdown Timer və həmin dəyişəni yaradandan sonra və həmin klasın özünü çağırıram. Həmin klası özünü çağırdıqdan sonra bunu ilk öncə mən null kimi qeyd edirəm ki, yəni bir boş kimi qeydə alınsın. Ondan sonra isə artıq biz bunu inşallah eləyəndə sizindəki hər hansı bir əməliyyatı icra edə bilərik. Bunu etdikdən sonra artıq biz öz funksiyamızı yaza bilərik. Funksiya yazmaq üçün dostlar, bu abstrakt klass olduğuna görə məsələn biz adi klasslarda nə edirdik? Bir dəyişən adı kimi yazırdıq və həmin klassın adını çağırdıq və onun obyektini yaratmış oluruz. Lakin bu mücərrəd bir klass olduğuna görə bunun obyektini yaratmaq üçün ilk öncə obyekt əmrindən istifadə etməliyik. Baxın, bunu etmək üçün məsələn mən burada yazıram Countdown Timer və burada obyekt qeyd edirəm. Obyekt qeyd edəndə baxın dostlar, burada baxın anonim bir klass, yəni mücərrəd bir klassdır. Biz bunu seçim edirik və içərisində gördüyünüz kimi bax bu cür mənə anonim klassların mənə adlarını göstərir. Həmin klassları mən qısa olaraq Countdown Timer yazsam, baxın burada mənə rahatçılıqla çıxacaq. Artıq bunu etdikdə, Enter düyməsini tıkladıqda bunun içərisində olan hazır metodda mənim ekranımda görsənmiş olacaq. Yox, əks halda sizdə ola bilsin Android sistem köhnədir və yaxud da ki həmin məsələn bu override olmuş metodlar yoxdur. O halda object klassının üzərinə gəlin, object sözünün üzərinə gəlin. Həmin object üzərinə gəldikdən sonra Macdisə Command N düyməsini tıklayaraq onun içərisindəki bax bu metodları override edin. Əgər yox sizdə Windows'dursa o zaman Alt Enter edərək bunları override edə bilərsiniz. Yəni demək olar ikisində də eyni iş əməliyyat icra olunacaqdır. İlk öncə biz burada məsələn mən zamanı çox böyük tutmuram. Məsələn yazıram 10.000 və içərisində də qeyd edirəm 1000. Baxın dostlar, mən bu 10.000 yazanda burada milli saniyə nəzərdə tutuyorum. Milli saniyə nəzərdə tutduğuna görə 10.000 yazanda mən burada yəni limitli qoyub istifadə edirəm ki 10 saniyə. 1000 yazanda isə 1 saniyə. Mən qeyd edirəm ki, mənim 10 saniyə ərzində və sayımda, geri sayımda 1 saniyə icra olunsun. Yox, əgər məsələn tutalım ki, mən sayımın məsələn artırmaq istəyirəm və yaxud da ki, həcmini kiçiltmək istəyirəm, böyütmək istəyirəm, o zaman burada həmin iş prinsipini icra edə bilərəm. Artıq bunları yazandan sonra mənim bilinir ki, məsələn mən bu əməliyyatın içində, bu funksiyanın içərisində ondan geri sayım etmək istəyirəm. Və bundan sonra isə artıq biz bunun içərisindəki belə deyək ki, bu funksiyaları doldurmalıyıq ki, biz nə istəyirik? Yəni, əsas iş prinsipimiz nədən ibarətdir? Baxın dostlar, mən burada yazıram var, second, məsələn, belə bir dəyişən yaradıram, second və içərisində qeyd edirəm ki,
finish və bunu da ki, bax, burada belə bir şeydir. Və bunu etdikdən sonra burada mən yazıram binding və qeyd edirəm mənim burada text view-mu və içərisində də text yazıram və sonunda da yazıram ki, məsələn, bax bu cür qaydada qalan vaxt. Və burada da qeyd eləyək ki, dollar işarəsi ilə second. Artıq dostlar, bu mənə burada görsənəcək ki, məsələn, mən bunu artıq bu əməliyyatı run eləyəndə bu mənə geri saniyə verəcək. Yəni bu saniyəni, baxın burada geri saniyədə 1 saniyə geri hərəkəti icra edəcək. Və bu finish olduqda isə artıq məsələn məndə nə görsənməyini istəyirəm, onu qeyd edirəm. Məsələn burada yazıram ki, binding yenə də text view, text və sonunda da yazıram ki, məsələn tutalım ki, bitdi. Sadə olsun. Və həmin bu belə deyək ki, biz aylıqda necə istifadə edirdik? Həmin bu hazır metodları istifadə eləmək üçün, yəni bunun işini başlamaq üçün start əmrindən istifadə edirdik. Bax, burada da eyni qaydada artıq mən, baxın, burada nöqtə işarəsindən qeyd edirəm və start metodunu işə salıram. Bu start metodu işə düşməsə, start metodunu biz yazmasaq, bizim burada gördüyümüz əməliyyat icra olunmayacaq. Bax, burada xırda nüanslara fikir verin. Yəni, hər hansı bir mənim işim bitmədən və yaxud da kodu yazmadan, run etməmişdən qabaq, məsələn, run etməyin. Çünki run edəndə proqram çökə bilər və yaxud da hər hansı bir başqa digər problemlər əmələ gələ bilər. Ona görə də biraz, yəni mətni gözləyin ki, tam bitsin, o halda run edin. Və bundan sonra da, məsələn, mən yazmaq istəyirəm ki, stop, məsələn, içərisində qeyd edirəm ki, countdown timer, qeyd eləyək belə bir şey yazaq ki, daha maraqlı olsun. Yazaq cancel. Və bunu da yazandan sonra burada bir dənə null kimi qeyd eləyək. Burada çünki yuxarıda biz null kimi qeyd eləmişdik. Və burada da yazaq ki, binding text view və içərisində də olsun belə bir söz. Dayandırıldı. Bax, belə bir şey icra etmiş olduk. Və indi bunu mən run eləyirəm. Baxaq görək bizim ekranda görüntülərimiz necədir. Proqram run olsun və bu kodların yazılışını ayrı-ayrı məntiqini bir-bir sizə anlatacağım. Hər dəfəsində yeni proqram açılanda bax bu qədər zaman sərf edir. Amma bundan sonra istifadə etdiyimiz zaman artıq tez bir vaxtda run olur. Yəni ilk açılanda həmişə ekranda bu cür gözlənmələr olur. Buna görə də üzürlü sayın. Baxın dostlar, mən məsələn artıq burada start düyməsini tıklasam, baxın mənə 10-dan geri sayım başlayır. 10, 9, 8, 5, 4, 3, 2, 1 və 0 olduqda yazı bura bitdi. Mən bunu həmçinin, baxın burada nəticə sözü qeyd etmişəm. Nəticə sözünün qarşısında, baxın belə bir şey yazaq ki, məsələn bizim buradakı tekst sistemimizdə daha maraqlı olsun, aydın olsun. Və burada qeyd edirik ki 10 yazırıq və geri, buradakı sayımı da geri başlayırıq. Baxın mən indi burada qeyd edirəm. Burada enter düyməsini tıklamadığıma görə görsənmir. Baxın dostlar, artıq mən burada start düyməsini tıkladıqda, baxın ondan mənə geri sayım başladı. 10, 6, 5, 4, 3, 2, 1, 0. Stop düyməsini basdıqda isə buradakı əməliyyatım dayandırılmış oldu. Yenə start düyməsini tıkladıqda 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Yəni bunun iş prinsipi sırf bundan ibarət. Yazılım sistemi isə sırf məsələn bu cür qaydada yazılır. Burada yazılımda biz nələr etdik? Biz qeyd etdik ki 10 saniyə ərzində geri sayım 1 saniyə olmaqla sayım yazdıq. Yəni ilk öncə bunun şərtini qeyd etdik. Və içərisində də metodlardan istifadə edərək, hazır metodlar istifadə edərək, bax burada mən qeyd elədim ki, var second, bax burada mənə göstərilir, məsələn long.
buradakı dəyişənin, məsələn, artıq bu onun dəyərinin burada, məsələn, sizdə ola bilsin başqa sözlər yazılır və yaxud da başqa bir sistem yazılır. Bu buradan götürülür. Və həmin buradan götürdüyü dəyərə görə də geri sayımı, məsələn, 1000-ə bölərək, yəni 1 saniyə bölərək hərəkət elətdirir. Yəni ondan geri hərəkət elətdirir. Və yekunda isə buradakı biz məlumatı burada ekranda görsənmiş oluruq. Yəni burada çətin və yaxud anlaşılmayan qəliz heç bir şey yoxdur. Yekunda isə məsələn finish olduqda artıq bizim ekranda nə görsənsin? İstədiyimiz sözü yaza bilərik və yaxud da burada elə sadə olaraq məsələn tutalım ki, 0 da qeyd edə bilərik. Məsələn, istənilən əməliyyatı icra edə bilərik. Bunu etmək bizim özümüzdən asılıdır. Biz nə burada yazsaq, onlar da bizim artıq ekranımızda görsənmiş olacaq. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək.